Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ellezî summiye fis-semâi Ahmed ve fil-aradîni Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala alihi ve ehli beytihi ve ashabihi ecma'in ve bihi nesta'in ve mu'in. Hamduke Allahümme ni'mel mevla ve ni'mel nesir, ni'mel hadi ve ni'mel vekil. Bismillahirrahmanirrahim ve evfu bil ahd. İnnel ahde kâne mes'ûlâ. Sadakallahul aliyyul azim. Həmd olsun alemlerin Rabbi olan Allah'a, salam olsun Hazreti Muhammed Mustafa sallallahu aleyhi ve alihi ve selleme, onun pak ehli beytine, ashabına, sevdiği kullarına, Allah'ın salamı, rəhməti, məğfirəti, ruhaniyeti bizimle olan, vətən üçün, millət üçün, haqq üçün, din üçün xidmət edib dünyadan köçmüş böyüklərimizin, ustadlarımızın üzerine, Allah'ın salamı, rəhməti, bərəkəti və nəzəri günlərin ən üstünü olan cümə günündə, günlərin ən müqəddəs və mübarək günü olan cümə günündə Rəbbimizin evinə üz tutmuş siz değerli müsəlman, mümin bacı və qardaşlarımın üzərinə özümü və sizi ilahi təqvaya əməl etməyə dəvət edirəm. O təqva ki, ömrümüzü, həyatımızı, yaşayışımızı Allah'a göre yaşamaq, Allah'ın hədd və hüdudlarını qorumaq, Allah'ın halalını halal, haramını halal bilmək. Değerli müsəlmanlar, değerli müminlər, inşallah bu cümə günü söhbət açmağa çalışacağımız mövzu, bir müsəlmanın, müminin üzərində düşən haqlardan biri, yerinə yetirilməsi, vacib olan məsələlərdən biri, əhdinə vəfa etməsi, əhdinə sadiq qalması haqqında olacaqdır inşallah. Biz Kur'an-ı Kerim və hədislər işığında bu məsələyə baxdığımız zaman, həm Kur'an-ı Kerimdə və eyni zamanda hədislərdə əhdə vəfa etməyin, əhdə sadiq qalmağın haqqında çox zəruri və yerinə yetirilməsi vacib olan bir çox ayə və hədislərlə tanış oluruq. Kur'an-ı Kerimin ayələrine baktığımız zaman Kur'an-ı Kerim müminin xüsusiyyətlərindən, müminin vəsflərindən danışarkən onun bir əlamətinin də əhdə sadiqlik, vədini yerinə yetirilməsi olduğunu bildirir. Elə Müminin surəsində Rəbbimiz buyurur, ilk ayənin başlanğıcı buyurur, müminlər nicat tapdılar. Niyə görə nicat tapıblar? İman ediblər və onlar boş-boş sözlərdən, lağlağlardan uzaqdırlar, namaz qılarlar, zəkat verərlər və ayənin davamında buyurur ki, Bismillahirrahmanirrahim وَالَّذ۪ينَ هُمْ لِأَمَانَاتِهِمْ وَأَهْدِهِمْ رَاُونَ O müminlər ki, əmanətlərinə xəyanət etməzlər, sadiq qalarlar və əhdlərini yerinə yetirərlər. Dinimizə görə əhdə sadiq, əhdə vəfa etmək müminin xüsusiyyətlərindən sayılır. Eyni zamanda əhdə sadiqlik imanın göstəricisidir. Bir insana söz verib veya Rəbbinə söz veribsə, onun ilk şərtlərdən biri o verdiyi sözə sadiqlik, əhd göstərməsidir. Mümin olan bir insan ilk öncə əhdinə sadiq qalmalı və cəmiyyətdə güvənilən bir insan olmalıdır. Ümumiyyətlə, vəfalı olmaq cəmiyyətdə bütün müsbət keyfiyyətlərin əsasını təşkil edir. Bütün sağlam münasibətlər, əlaqələr vəfalı olmağa bağlanır. İstər bu bizim iş həyatımızda olsun, istər ticari həyatımızda olsun və istərsə də xüsusən də ailə həyatımızda sadiqlik, vəfa göstərmək çox önəmli məsələlərdən biridir. Əksi olaraq bir insan sadiq olmasa, əhdinə vəfa etməsə, istər cəmiyyətdə olsun, istər ailədə olsun, o ailə üçün, o cəmiyyət üçün çox ağır bir nəticələrlə nəticələnə bilər.
Ümumiyyətlə, əhdə vəfa bir cəmiyyətin ruhudur, cəmiyyətdə dəyərləri ayaqda saxlayan bir dəyərdir. Biz əhdə vəfanı bir neçə yerə bölsək, ilk öncə Allahın biz bəndələri ilə əhdi var. Bizim Allahla əhdimiz var və eyni zamanda insanların gündəlik həyatımızda bir-birimizlə əhdlərimiz olur. Bizim insanlarla əhdimiz bəllidir. Hər hansı bir məsələdə əhd bağlayarıq. Bəs Allahın bizlərlə əhdi necədir, necə olur? Bildiyiniz kimi insan bu dünya həyatına gəlmədən öncə, bu maddə aləmindən öncə ruhlar aləmində bizim Rəbbimizə verdiyimiz bir əhdimiz var. Əraf surəsində Rəbbimiz bunu bir ayə ilə təsdiq edir. Buyurur, Ələstu bi Rabbikum, mən sizin Rəbbiniz deyiləmmi? Və bizim ruhlarımız Rəbbimizə cavab olaraq buyurur, qalu bəla, bəli, biz təsdiqləyirik. Əslində, o ruhlar aləmində verdiyimiz əhdimiz Allaha bəndəliyin bir nişanəsidir. Ruhlar aləmində Rəbbimizə verdiyimiz əhdimiz ona sadiqliyin bir nümunəsidir. Ruhlar aləmində Rəbbimizə verdiyimiz əhdimiz nəfsimizə deyil, şeytana deyil, ona qulluq edəcəyimizin bir əhdidir, göstərisidir. Çünki yaradılışımızın qayəsi də Allahı tanımaq, ona yönəlmək, ona həqqi bəndə olmaqdır. Ancaq insan olaraq bildiyiniz kimi bir adımız da unutqandır. Biz dünya həyatına gəldikdən sonra bəzən dünyanın ləzzətləri, dünyanın belə deyək gözəllikləri bizi əhdimizi unutdurur, Rəbbimizə verdiyimiz əhdimizi unutdurur. Allah bizdən yaxın olduğuna görə, bizdən daha yaxşı və gözəl tanıdığına görə bir ayədə bizə o əhdimizi xatırladır. Buyurur ki, Bismillahirrahmanirrahim, Ələm əhəd iləykum ya bəni Ədəmə əllə tə'budu şeytan, innəhu ləkum aduvun mubin. Buyurur, ey Adəm övladı, məgər mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin? O sizin açıq-aşkar düşmənidir. Mənə ibadət edin və doğru yol budur, buyurur Rəbbimiz. Amma başqa bir ayədə Rəbbimiz əhdinə sadiq qalan insanlara tərif edir. Möminlərin arasında bəzi kişilər var, xüsusi işarə olunur. Möminlər demir, möminlərin içərisində bəzi kişilər var deyir, xüsusi xitab edir Rəbbimiz. Minəl mu'mininə ricalun sadaqu mə əhədullah aleyh. Möminlərin içərisində bəzi kişilər var ki, əhdlərinə sadiq qalarlar. Bəzisi bu yolda, yəni əhdində sadiq qalaraq dünyadan köçər, şəhid olar. Bəziləri isə şəhid olacağı, dünyadan köçəcəklərini gözləyərlər. Rəbbimiz əhdinə sadiq qalan insanları, möminləri, buyurur, möminlərin içərisində bəzi kişilər var, buyurur ki, onlar əyilməzdilər, onlar sarsılmazlar ki, biz bunu Peyğəmbərimizin, Əhl-i Beytinin və əshabının həyatında görürük ki, onlar heç bir zaman bütün məşəqqətlərə, sıxıntılara, çətinliklərə baxmayaraq, heç bir zaman Allaha və Rəsuluna verdiyi əhdlərindən dönmədilər. Heç bir çətinlik onları bu qüdsi yoldan döndərmədi. Başqa bir ayədə Rəbbimiz bizim əhdimizə sadiq qalmağımızı xatırladır və eyni zamanda əhdimizə görə də məsuliyyət daşıyacağımızı bildirir. Buyurur ki, Bismillahirrahmanirrahim. Və əvfu bil-əhdi innəl-əhdə kənə məs'ulə. Əhdinizə vəfa edin, verdiyiniz sözü yerinizə yetirin. Çünki əhddən sorğu-sual olacaqsınız. Əhdinizdən sorğu-sual olacaqsınız. Bu ayə bizi əslində əhdə vəfanın əhəmiyyətini, məsuliyyətini bir daha xatırlatmış olur. İmam Əli əleyhissalam buyurur ki, bir insanın namazını, orucuna, namazda olan uzun səzdələrinə və ya uzun rukularına və ya sima olaraq mömin bir sifətinə diqqət etməyin. O sizi aldatmasın. Bir insana nəyə diqqət edək? Bir insan danışdığı zaman doğruluğuna, əmanət verildiyi zaman nə qədər sadiq qaladığına və eyni zamanda əhdinə, vəfasına baxın. Bir möminin əlamətidir. Bilmək istəyirsinizsə Allah qatında dəyərini baxın bu insana. Bununla yoxlayaq. Bəzən namazlar
haclar, məşədlər, bu adlar bizi çaşdıra bilir və ya namazda insanlar arasında uzun səzdəsi, duası bizi aldada bilər. Aldatmayacaq nədir? İmam buyurur onun yolu ki, söz verdiği zaman baxın necə sözünü tutur. Baxın, əmanət vermişsiniz ona, nə qədər əmanətə sadiq qalır. Baxın, danışdığı zaman nə qədər doğru danışırsa, buna diqqət edin. Bir insanda olan dəyərlər bunlardır. Rəbbimiz də bizə xəbərdarlıq edir. Buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənu, limə təqulunə mə lə təf'alun. Ey iman gətirənlər! Bizə xitabdır, iman gətirənlərədir. Məgər əməl etmədiyiniz sözləri danışmaqdan çəkinmirmisiniz? Bu Allah'a çox yanında çox əziyyətli, çox narahat bir haldır. Kəbura məqdən indallah. Bizə xitab edir, iman edənlərə xitab edir ki, məgər o şeyləri ki etmirsiniz, niyə söz verirsiniz? O şeylərə ki söz vermişsinizsə, sözünüzə sadiq qalın buyurur. Quran-ı Kərimə baxdığımız zaman, dəyərli müminlər, dəyərli müsəlmanlar, Rəbbimiz də bizə bəzi məsələlərdə vəd verir. Vəd verir bizə. Buyurur ki, Ud'uni əstəcib ləkum. Dua edin, mən sizin duanızı qəbul edim. Allah əhd edənlərin ən üstünüdür. Heç bir zaman əhdinə xilaf çıxmaz. Allah bir şeyi vəd edirsə mütləq verəcək. Amma dua edin deyir, duanızı qəbul edin. Bəzən duamız qəbul olmur. Axı, niyə dualarımız qəbul olmur? Amma Rəbbimiz də buyurur ki, dua edin, mən sizin duanızı qəbul edim. Bəzən duamızın qəbul olmama səbəblərindən biri bu mövzumuzudan kənarda qısa olaraq bunu demək istəyirəm. Dualarımızın qəbul olmama səbəblərindən biri bizim üçün nəyin faydalı və nəyin ziyarlı olmasını bizim bilməməyimizdir. Allah bizi bizdən daha çox sevdiyinə görə, daha bizim üçün xeyirli nədirsə, onu bizə vermək istəyir. Məsələn, bu bir misal verməyə çalışsaq, bəzən az yaşlı evlərimizdə Allah cəmi balalarımızı, övladlarımızı qorusun, salihlərdən qərar versin bu cümə gününə xatir. Bəzən görürsən ki, elə bir şeylər istəyir ki, onu əgər o uşağa verməsən, çox ağlayacaq, çox narahat olacaq, amma valideyn yenə vermir ona. Ağlamasına baxmayaraq vermir. İstəmir vermir, yoxsa istədiyinə görə vermir. Təbii ki, istədiyinə görə vermir. Bəzən də bizim dualarımız buna bənzəyir. Biz bir şeylər istəyirik, amma Allah bilir ki, o bizim üçün ziyanlıdır. Bizim üçün daha xeyirli olanı vermək üçün Allah onu bizdən alır. İkinci vədi budur Rəbbimizin. Buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ. Əgər şükr etsəniz, mən niməti artıraram. Bu da bir ikinci vəddir. Və üçüncü vədi, فَذْكُرُونِ əzkurkum. Məni xatırlayın ki, mən də sizi xatırlayım. Bəzən öz adıma deyirəm, elə bilir ki, biz Allahı hərdən unuduruq. Amma təəssüf ki, Allahı hərdən xatırlayırıq. Bəzən elə bilirik ki, biz Allahı hərdən unuduruq. Biz Allahı hərdən xatırlayırıq, unuduruq Allahı. Bilmək istəyirik, Allah bizimlə nə qədərdir? Bunun çox gözəl bir cavabı var. Biz Allahla nə qədərik? Allahın yanında dəyərimiz nə qədərdir? Allah bizim yanımızda dəyəri nə qədərdir? Allah bizim işlərimizə nə qədər hakimdir? Günümüz nə qədər Allahla başlayır, nə qədər Allahla sona çatır? Elə olmasaydı ki, Rəbbimiz deməzdi ki, elə insanlardan olmayın ki, onlar özlərini unutdular deyə Allah da özünü onları unutturdu. Onlar Allah'ı unutdular deyə Allah da özünü onlara unutturdu. Uca Rəbbimiz bizləri əhdinə sadiq qalan qullarından qərar versin, onu xatırlayan, daim yad edən bəndələrdən olmağı cümləmizə nəsib etsin inşallah. Mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala alihi ve ahli beytihi ve ashabihi ecma'in ve bihi nesta'in ve mu'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Çox dəyərli müsəlmanlar, dəyərli müminlər, biz əgər əhdə vəfadan danışırıqsa, ilk növbədə bizə Qur'an-ı Kərimdə Rəbbimizin nümunə olaraq göstərdiyi
aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərimizin həyatı bir nümunədir. Onun həyatı sadəcə namaz, ibadət məsələlərində bizə örnək deyil. Onun həyatı bütünlüklə bizə nümunədir. Öz ətrafındakı insanlarla münasibətdə əhdinə nə qədər vəfa etdiyini biz şahidi oluruq. Bilirsiniz ki, hələ İslamdan öncə müşriklər belə Peyğəmbərimizə Əl-Əmin adı ilə xitab edirdilər. Allah Rəsuluna inanmayan müşriklər, onu qəbul etməyən insanlar belə, baxın dinin, Peyğəmbərimizin əxlaqını gözəlləşdirən, onun əxlaqının gözəlliyinə baxın ki, gətirib öz əşyalarını Allahın Rəsuluna həvalə edirlər, ona əmanət edirlər. Hətta bilirsiniz, Məkkədən Mədiniyə hicrət edildiyi zaman, məcbur qalıb təbii ki, hicrət edildiyi zaman Həzrət Əli əleyhissalamı Məkkədə saxlayaraq ona verilən əmanətləri həmən onun öz şəhərindən, öz yurdundan çıxardan insanlara təhvil verməsini istəyir. Baxın, dinimiz və Peyğəmbərimiz bizim üçün nə gözəl nümunədir, nə gözəl bir örnəkdir ki, həqiqətən də bu gündə bir müminin, bir müsəlmanın Peyğəmbərimizə, onun əhl-i beytinə və əshabına bənzəməsinə ehtiyac var. Əgər bu dəyərlər qorunarsa, insanlar cəmiyyətdə nə zaman natamamlıq yaranır? Əsas səbəblərindən də biri, bir insan bir insana söz verir, sözünə tutmur, ondan sonra artıq onun təmsil etdiyi yer də belə sual altına düşür, şübhə altına düşür. Təbii ki, bu səbəb deyil, amma çox təəssüf ki, bəzən cəmiyyət belə baxır. Bir ibadət əhlinə, bir iman əhlinə hər hansı bir xətası olduğu zaman həmən onu tez qabardaraq, bu da namaz qılan, bu da filan kəs, bu da filan kəs və təbii ki, onun da fonunda xüsusən də dinimizə dırnaq arasında deyək, ləkə gətirməyə çalışırlar. Təbii ki, bu da əsaslı bir səbəb deyil. Bir nəfər İmam Zeynalabdin əleyhissalamın yanına gəlir. Bax, bununla bağlı bir məsələdir elə. Sual edir ki, ya imam, mənə din haqqında məlumat ver, dinin qayda qanunları nədən ibarətdir? İmam 3 dənə söz deyir ona, 3 bəndlik bir məsələ deyir. Buyurur ki, danışanda doğru danış, səndən hər hansı bir məsələ haqqında sual etdiyi zaman, söz soruşulduğu zaman ədalətli ol və əhdinə vəfa çalış. Vəfa etməyə çalış, vəfalı ol daha doğrusu. 3 bənd bir müsəlmanın həyatı bundan ibarət olarsa, din də bizdən zaten bunları əməl etməyə təşviq edir. Danışdığın zaman doğru danış, sadiq ol, əmanətə xəyanət etmə və əhdə vəfa elə. Bir səhabə var, Soban adlı bir səhabə, bir gün ağlayaraq Allah Rəsulunun huzuruna gəlir. Allah Rəsulü Sobanın ağladığını gördüyü zaman ona sual edir, səni ağlamağa nə səbəb olub ki, ağlayırsan, nə məsələdir ki, sən ağlayırsan, ey Soban? Buyurur ki, ey Allahın Rəsulü, atam, anam sənə fəda olsun. Biz hər gün səninlə zaman keçirik, vaxt keçirik və elə olur ki, günün sonunda biz evimizə dönürük, axşamlar düşünürük, sizin üçün çox darıxırıq, amma bəzən düşünürəm ki, yenidən sabah sizi görəcəm. Bəs elə olsa qiyamət günü biz sizi görməsək, bizim halımız necə olacaq? Mən ona ağlayıram, buyurur. Allah Rəsulü buyurur, 5 bəndlik bir məsələni həmən səhabəyə buyurur. Buyurur ki, hər kəs bu 5 əməli icra etsə, həyatında olsa, o qiyamət günü cənnətdə də mənimlə bərabər olacaq. Nədir o? Biraz öncə dediyimiz kimi, danışdığı zaman doğru danışmaq. Sənin əleyhinə olsa da belə. Bəzən elə bir doğrular var ki, sənin ziyanınadır. Elə yalanlar var ki, sənin xeyrinədir. Burada artıq iman göstəricisi sən hansını seçəcəksən. Doğru olub sənin xeyrinə olanı, yoxsa yalan olub sənin ziyanına olanı. Ona görə də Allah Rəsulü buyurur ki, danışdığın zaman doğru danışan, əmanəti sahibinə qaytaran. Ki bilirsiniz, İmam Zeynalabdin əleyhissalam buyurur ki, atam Hüseyni qətlə yetirilən qılıncı mənə əmanət olaraq versələr, mən onu sahibinə olduğu kimi qaytararam. Atamı o qılıncla şəhadətə yetiriblər. Amma mən o əmanətə xəyanət etmərəm. Üçüncüsü, əhdinə sadiq qalan. 4 buyurur ki, Peyğəmbərimiz gözəl əxlaqlı olan və yaxud dediyimiz kimi Peyğəmbərimizi insanlara həyatında dəyişiklik edən səbəblərdən biri gözəl əxlaqlı olması idi. Çox önəmli məsələdir gözəl əxlaqlı olmaq. Bir müminin həyatı, davranışı bir insanın həyatına təsir edirsə, onun həyatı gözəlliklərlə doludur deməkdir. O insanla ünsiyyətdə olduğu zaman
sən Allahı xatırlayırsansa, sən dünyanı unudursansa, demək o insan o gözəllikləri həyatında yaşayır. Və beşincisi buyurur ki, insanlara daha yaxın olan, yəni insanlara daha çox xidmət edən bu bəndləridir. Kimin həyatında olarsa, Allahın Rəsulü buyurur ki, o cənnətdə də, qiyamətdə də inşallah mənimlə birgə olar. Uca Rəbbimiz bizləri də bu bəndlərdə olan dəyərləri həyatımıza daşımağı nəsib eyləsin. Uca Rəbbimiz bizləri həm dünyada verdiyimiz insanlara qarşı əhdimizə, həm əhdlərin ən üstün olan Rəbbimizə, ona bəndəçilik yolunda verdiyimiz əhdimizə sadiq qalmağı, qədəmlərimizi Rəbbimizi heç bir zaman titrətməməyi və bir ömür bu dünyada onu tanıyaraq yaşamağı və ömrümüzün sonunda dünyadan köçərkən də tanıyaraq dünyadan köçməyi cümləmizə nəsib etsin inşallah. Və xütbəmizin sonunda bir anamız biraz öncə bizdən acizanə şəkildə xahiş etdi. Məscidimizə gəlib gedən bir qardaşımız olub, Emil qardaşımız dünyasını dəyişib və burada əyləşən dəyərli möminlərdən, möminələrdən onun axirət dünyasını dua etməsini sizdən rica edir. Uca Rəbbimiz o qardaşımızın axirət dünyasını xeyirli qərar versin. Uca Rəbbimiz heç bir ata-anaya vaxtsız övlad itkisi yaşatmasın inşallah.